Tbilisi vlogunun ikinci günü. Səhər oyanıb səhər yeməyi üçün yola düzəldim. Açığı oteldə səhər yeməyi etmirdim, çünki fərqli məkanlar görmək istirdim. Səhər yeməyinə gedən yol isə Rustaveli küçəsindən və Rustaveli metrosunun yanından keçirdi. Bu arada Şota Rustaveli haqqında qısa məlumat verim ki, Şota Rustaveli gürcülərin çox məşhur orta əsrdə yaşamış şairdir. Gürcülər üçün çox önəm daşıyır. Şota Rustavelinin məşhur pələng dərili cəngavər əsəri də var, bəlkə ola bilsin ki, eşitmisiniz. Nəysə, 10-15 dəqiqəlik yoldan sonra çatdım Kafe Stambaya. Bura Tbilisinin ən məşhur kafesi sayıla bilər. Bura Sovet zamanından qalma bir mətbə olub, sonradan belə kafeyə çeviriblər. İçi, dizaynı çox gözəldir. İçində kitabxana, vintage mağaza və konsept store da var idi. Menüyü də sizin üçün çəkdim ki, qiymətləri görə biləsiniz. Mən belə səhər yeməyi boşqabı, pankek və qara çay sifariş elədim. Porsiyaları çox böyükdür. Rahat 2 nəfər yeyə bilər. Yeməklər isə çox dadlı idi. Ümumiyyətlə Tbilisdəki yeməklər ağız dadımıza çox uyğundur. Oradan sonra isə Fabrika hostelə getməyə qərar verdim. Bu arada hər yerə piyada gedirdim. Google Maps sağ olsun. İnternet məsələsini isə Yesim ilə həll etdim. Mobimeter deyilən bir proqram var. Oradan 5 GB-a 9 dollar ödəniş etdim. 4 gün mənə bəs etdi. Hələ 1 GB da artıq qaldı. Fabrika hostelə gəlmək üçün Kür çayının üstündən keçmək lazımdı. Fabrika hostel Sovet dönəmindən qalmış bir tikiş fabrikası olub. Sonradan onu hostelə çeviriblər. İçində kafelər, restoranlar, vintage mağazalar, hətta belə fotobus da var idi. Bu fotobusda şəkil çəkdirmək 5 lara idi. Həm ağ-qara, həm də rəngli şəkil çəkdirmək olur. Mən isə hər ikisindən çəkdirdim. Oradan qaydanda isə Kür çayının üzərində yerləşən bit bazarına da dəydim. Burada növ maraqlı aksesuarlar satılırdı. Axşam isə yemək üçün gəldim o məşhur dəfnəyə. Qabağında çoxlu növbə var idi. İlk dəfə idi ki, belə növbə gözlədim. Sifarişim megruli, ətli xəngəl, kartoflu xəngəl və tarxun oldu. Hər biri çox dadlı idi. Oradan qaydanda isə yenə lumier çıxdı qabağıma. Bu dəfə səbr edib əslini aldım. Çəyləkli, şokoladlı və dondurmalı 13 liraya ödəniş etdim. Oradan da artıq yavaş-yavaş otelə qaydırdım, amma gəlib düşdüm protestonun ortasına. Demək olar ki, hər gecə belə protesto olurdu burada. Nəysə, hiss edirəm ki, bu videomda çox uzun olur, siz sıxmaq istəmirəm. Ona görə sonuncu partı da gələn dəfə paylaşacağım.